Hörmətli izləyicilər, əgər siz də pensiyaların artmasını və pensiya yaşının azaldılmasını istəyirsinizsə, videonu bəyənib paylaşaraq dəstək ola bilərsiniz. Mövcud bahalaşma fonunda hər kəsi bir sual maraqlandırır. Əmək haqları artacaqmı? Və ya artacaqsa, artım nə qədər olacaq? Nazirlər Kabinetində gələn ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı qeyd olunub ki, inflasiya təzyiqi nəzərə alınmaqla 2023-cü il üzrə dövlət büdcəsinin sosial yönümlü xərcləri bu illə müqayisədə 9,2% çox nəzərdə tutulub. Bu isə pensiya və müavinətlərlə yanaşı maaşların da artması ilə nəticələnəcək. Yeni ildən maaşlar artacaq, sosial istiqamətlər üzrə də artımlar olacaq. Həmçinin 2023-cü ildə də inflyasiyaya qarşı mübarizə prioritet olaraq qalacaq. Parlamentin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində 2022-ci ilin əvvəlində ölkədə əmək haqlarında növbəti artımlar edilib.